Bax bu gördüyün küpə var ha. Bunun içində bir yeməkdən çox şey var. Bura simli restoranıdır. Biti şəkidə necədirsə, burada da elə. Biti bilirsiniz necə bişir? Zəif odda, tələsmədən, səbirlə. Şəki o vaxtı karvan yolunun üstündə idi. Yolçuların hərəsinə bir küpə biti verərdilər. Nə dadı çıxardır, nə qoxusu. Mən özüm də şəkiliyəm. Bu biti ilə böyümüşəm. İndi biti pişirəndə elə bil babamın, nənəmin əli dəyir bu küpəyə. Ona görə biti pişirmək bizdə təkcə yemək deyil. Bu bir adətdir, xatirədir.